varsa, yəni hipertireoz dediyimiz durum varsa, ya da qorxuya yatqınlıq varsa, anksiyete dediyimiz tip pozğunluq, psixi pozğunluq varsa, ya da məsələn, hamilədirsə qadın ya da yeniyetmələrdə və yaxud da metabolizma problemləri olan şəxslərdə, xüsusən də kofeinin metabolizm etməsində problem olan şəxslərdə bu proses daha güclü şəkildə özünü göstərə bilər. Yəni, ürəyin ritmi pozğunluğu daha tez şəkildə baş verə bilər və bu da dediyim kimi müxtəlif ekstra, yəni normadan kənar ritm kimi hiss olunsa da, həmçinin ürəyin dayanmasına qədər gətirib çıxara bilər. Çünki nəticədə hər orqanizm individualdır və biz bir insana adətən xaricdən baxaraq daxili orqanlarının sağlam vəziyyətdə necə işlədiyini təyin edə bilmirik. Və hər insanın da bədənində fərqli quruluş olduğuna görə fərqli ferment sistemi, fərqli